Bir neçə gün əvvəl paytaxt Bakının əsas sərnişin daşıma yükünü daşıyan Bakı metropoliteninin fəaliyyəti bir neçə saatlıq dayandı. Hadisə nəticəsində yüz minlərlə sərnişin tunellərdə və platformalarda qalaraq ciddi çətinliklərlə üzləşdi. Rəsmi məlumata görə fasiləyə səbəb kimi əsas elektrik xətlərində baş verən qısa qapanma və texniki nasazlıq göstərildi. Hadisədən sonra metropoliten rəhbərliyi sərnişinlərdən üzr istədi. Bir gün sonra isə bəzi şəxslərin cəzalandırıldığı barədə qısa məlumat yayılsa da konkret adlar açıqlanmadı və məsuliyyət məsələsi cəmiyyət üçün açıq qaldı. Bir xəbər media xəbər verir ki, Bizim Əsrkoma bununla bağlı daxil olan məlumata görə metroda baş verən son hadisə ən yüksək səviyyədə müzakirəyə çıxarılıb və səbəblərin araşdırılmasına ciddi şəkildə başlanılıb. Məlumatda bildirilir ki, Bakı metropoliteninin sədri Vüsal Aslanovun vəzifədən uzaqlaşdırılması məsələsi ciddi müzakirə olunur. İddialara görə metropoliten sahəsində yetərli təcrübəyə malik olmayan rəhbərlik mövcud problemlərin həllində çətinlik çəkir. Eyni zamanda qeyd olunur ki, yeni sədr postuna namizədlər arasında hazırda qurumda sədr müavini vəzifəsində çalışan Hidayət Məmmədovun adı çəkilir. O 92-ci ildən etibarən metro sistemində fəaliyyət göstərir və bu sahəni dərindən bilən təcrübəli mütəxəssislərdən biri hesab olunur.